Hazırda Moskva-Kiyev xəttində gərginlik yeni və belə demək olarsa daha təhlükəli mərhələyə daxil olur. Bildiyiniz kimi Rusiya tərəfi açıqlayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum cəhd edibdir və Kreml bu hadisəni təkcə hərbi təxribat yox, həm də elə beynəlxalq diplomatik proseslərə yönəlmiş addım kimi qiymətləndirir. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə hücumun əsas məqsədi Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri pozmaqdır və Peskov açıq şəkildə bildirib ki, baş verənlərdən sonra Rusiya Ukrayna ilə bağlı danışıqlardakı mövqeyini sərtləşdirəcəkdir. Hücum zamanı Rusiya Prezidentinin harda olması da günün ən aktual sualı idi və Peskov bu suala cavab verməkdən də imtina edibdir və bu mövzunun ictimai müzakirəyə açıq olmadığını vurğulayıbdır. Eyni zamanda Kremlin sözcüsü Rusiyanın cavab addımlarının diplomatik yox, hərbi müstəvidə olacağına da işarə edibdir. Elə bu mövqeni Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova da təsdiqləyibdir və o bildirib ki, Kiyev Moskvadan diplomatik cavaba ümid etməməlidir. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə hücumun dekabrın 29-una keçən gecə baş verdiyini və hava hücumundan müdafiə sistemlərinin 91 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıbdır və o da bu addımların cavabsız qalmayacağını vurğulayıbdır. Rusiya liderinin köməkçisi Yuri Ushakov isə bildirib ki, Ukrayna bu hücum üçün uzaq mənzilli dronlardan istifadə edibdir və bu geniş miqyaslı terror aktı kimi qiymətləndirilir. Mövzu ilə bağlı ekspertlər isə hesab edirlər ki, bu hadisə danışıqlar prosesinin ən həssas mərhələsində baş veribdir və onların fikrincə Putinin iqamətgahına hücum iddiası artıq təkcə hərbi insident deyil, Rusiya-Ukrayna müharibəsinin diplomatik taleyini birbaşa təsir edən ciddi siyasi faktordur və qarşıdakı günlər Moskvanın verəcəyi cavabın miqyasını və danışıqların gələcəyini müəyyən edəcəkdir.